Salam, hər vaxtınız xeyir olsun. Bu gün olduqca yumuşaq, çox dadlı və asanlıqla hazırlaya biləcəyiniz möhtəşəm ləzzətli piroq resepti paylaşacağam. Xəmirini hazırlamaq üçün yoğurma qabına 1 stəkan yarım şəkər tozu əlavə edirəm. Üzərinə 3 yumurta əlavə edib çırpıcı ilə yaxşıca qarışdırdım. Mikserə ehtiyac yoxdur. 2-3 dəqiqə qarışdırandan sonra üzərinə 250 qram əritdiyim çərə yağını ilıq şəkildə əlavə etdim və təkrar yaxşı qarışdırdım. Kütlənin üzərinə 2 stəkan yarım ələnmiş un, unun da üzərinə 1 paket vanil və 1 paket qabartma tozu əlavə edərək əvvəlcə un ilə qarışdırdım. Daha sonra tam bir kütlə halını alana qədər spatula ilə qarışdırıram. Xəmirə əlinizi vurmağa ehtiyac yoxdur. Keks xəmirindən daha qatı bir formada bu şəkildə yağlı xəmir əldə olunmalıdır. Xəmiri hələlik kənara qoyub soba listini hazırlayacağam. Bu dəfə yağlı kağızdan istifadə etməyəcəm. Soba listini çərə yağı ilə yaxşıca yağlayıb, üzərinə də çox az un səpib hər tərəfinə unu yaxşı yayıram. Yağlı kağızdan da istifadə edə bilərsiniz. Sadəcə xəmir yaymaq bir qədər çətin olur. Hazırladığım tavaya xəmirin hamısını əlavə edib, gördüyünüz şəkildə hər tərəfinə yaydım. Yağlı xəmir olduğuna görə ələ də o qədər də yapışmır. Əvvəlcə spatula ilə yayıb, daha sonra əlimlə düzəliş etdim. Ovcumun içi ilə də bastırıram ki, üzəri tamamilə hamar olsun. Əvvəlcədən qızdırdığım 180 dərəcəli sobada alt üst rejimdə üzəri bu şəkildə çox az qızaranda sobadan götürdüm. Üzərini çox qızardıb xəmiri bərkitməyin ki, piroqunuz da bərk alınmasın. Kənarlarını gördüyünüz şəkildə kəsib əlavə bir qaba yığdım. Üzəri üçün ovuntu hazırlayacağam. Hər tərəfindən təxminən 1 sm kəsib çıxartdım. Daha sonra tən ortadan 2 hissəyə böldüm və bir hissəsini ayırıb üzərinə cem çəkəcəm. Mən şaftalı cemindən istifadə etdim. Piroqun dadı turşməzə cemlərdən daha yaxşı alınar. Xəmirin özünün şirinliyi yetəri qədər var. Əvvəl istədim mişmiş qatılaşdırılmış süd ilə yedim, amma gördüm piroq yetərincə şirindir, ona görə turşməzə cemindən istifadə etdim. Sizə də belə məsləhət görürəm. Ceminiz durudursa ara qatına çox yaxmayın ki, axıb getməsin. Digər qatını da üzərinə yerləşdirib, üst hissəsinə də təxminən 2 yemək qaşığı cem çəkdim. Və son olaraq kənarından çıxan ovuntuları xırdalayıcıdan keçirərək üzərinə səpirəm. Artıq piroqumuz hazırdır. Hazır olan piroqu otaq şəraitində ən az 2-3 saat dincəldib, daha sonra dilimləyərək servis edə bilərsiniz. Qeyd edim ki, piroq qaldıqca daha yumuşaq və daha ləzzətli alınır. Qapalı qabda bir neçə gündə saxlamaq olar. Boşuna tərifləmirəm, doğrudan da çox ləzzətli alınır. Siz də mütləq hazırlayın. Nəticəni mənimlə rəylər bölməsində də paylaşarsınız. İnanıram ki, hər kəs çox bəyənəcək və müsbət rəylər alacaq. Bu qədər dəyərli izləyicilər, video sizlər üçün faydalıdırsa, bəyənib, paylaşıb və rəy yazmağı da unutmayın. Hər videoda olduğu kimi, bu videoda da ətraflı şəkildə dilimləyib və bölərək sizə yumuşaqlığını da göstərəcəm. Kanalıma hələ də abunə deyilsinizsə, abunə olub bildirim işarələrini açın ki, qoyduğum videolardan dərhal xəbərdar olasınız. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələcək videolarımda təkrar görüşərik. Sağ olun, Allah'a əmanət olun.